Salam dəyərli izləyicilər, mən Kamil Məsumov. Bu gün sizə ikinci isə yeni test toplusuna əlavə olunmuş fərqli funksiya suallarından bir izahını paylaşacağım. Deməli, əgər kvadrat funksiyanın sıfırları və ya kökləri varsa, f(x) bərabərdir a vurulsun 2 çıx x1 vurulsun 2 çıx x2 düsturu tətbiq olunur. Parabolun təpə nöqtəsinin koordinatları varsa, j funksiyasına uyğun yazacaq. J(x) bərabərdir d vurulsun 2 çıx m kvadratı plus n düsturu tətbiq olunur. Burada n və n parabolun təpə nöqtəsinin koordinatlarıdır. Yenidən yazıram. f(x) bərabərdir a vurulsun 2 çıx x1. x1 bizim üçün -5'dir. O zaman x çıx -5 yəni x plus 5 olmuş oldu. Vurulsun x çıx -1. x çıx -1 yəni x plus 1 olacaqdır. İndi isə baxaq j funksiyasına. Yazıram jx bərabərdir. D vurulsun. X çıxılsın. Gəlin baxaq bu parabolun təpə nöqtəsinin koordinatlarına. Bu bizim üçün jx funksiyasıdır və təpə nöqtəsi də budur. Absis ox üzərində olan hər bir nöqtənin ordinatı 0-a bərabər. Yəni bu nöqtənin koordinatları 3, 0. Burada 3 bizim üçün m'dir, n isə 0'dır. O zaman gətirib yerinə yazacağım. X çıxılsın 3'ün kvadratı plus n'imiz də 0'dır, qeyd etmirəm. İndi diqqət etirin. Hər iki funksiyada sərbəst sədd eynidir. Və bu qrafikdən də görünür. Funksiyanın özündən də görünür, sərbəst səddlər eynidir. Ordinat ox üzərində olan hər bir nöqtənin apsisi 0'a bərabərdir. Yəni bu nöqtənin apsisi 0'dır. X-ə 0 yazmış olsam bu funksiyanın hər ikisində S olacaq əslində. 0 S nöqtəsi hər iki funksiyada ortaqdır. Gətirib hər iki funksiyada yerinə yazacaq. O zaman nə almış olacam əslində? A vurulsun. X-in əvəzindən 0 yazsam 0 plus 5 5 vurulsun. 0 plus 1 1 bərabərdir S-yə. İkinci funksiyada gətirib yerinə yazsam, yəni bu 0 S nöqtəsini bu funksiyada yerinə yazsam, x-in əvəzindən 0 yazmış olsam, nə olacaq əslində? D vurulsun. 0 çıx 3'ün kvadratı. Yəni olacaq 9D bərabərdir S-yə. Buradan S-ni 5 atamışam, buradan 9D tapmışam. Bunlar da bir-birinə bərabər olmalıdır. Yazıram o zaman 5A bərabərdir 9D. Yaza bilərsiniz A bərabərdir 9K. D bərabərdir 5K. Əmsalar tam ədədlər qeyd etdiyi üçün K-ya ən azı 1 yazsaq, A bərabər olacaq 9, D bərabər olacaq o zaman 5. Bizə isə S lazımdır. S-nin qiyməti o zaman olacaq, S bərabərdir 5 vurulsun A, yəni 5 vur 9, 45. Düzgün cavab 45.